Hər vaxtınız xeyirli olsun. Hamınızı salamlayıram. Bugün sizə bir tarixi hadisəni danışacağım. Bu tarixi hadisəni mən qonşumuz rəhmətli Şaverdi kişidən eşitmişəm. Bizim evdə atamla söhbət edərkən mən də onların söhbətinin şahidi olmuşam. Demək, rəhmətli Şaverdi kişi danışırdı ki, mənim yeniyetmə vaxtlarımda Sovet hökumətinin qurulduğu kurulandan bir neçə il sonraydı. Tabii Sovet hökuməti kurulan vaxtlar varlı, bölgədə olan varlı insanların var dövlətini kolxozlaşdırmışdılar. Onların elinden alıp kolxoza qatmışdılar. O varlı adamlardan biri de benim atamın ana babası, yani atamın anası Seyid Zəhranın atası Seyid Həsənalı idi. Seyid Həsənalı Laçın rayon Alqulu kəndinin arxa tərəfində, daha doğrusu şərq tərəfində Mirey adlanan dağın demək şərq yamacında Seyidin binəsi deyilən böyük bir ərazidə yaşayıb. O ərazi üzbəyüz Vağazin, Ərdəşəvi kəndlərinin üzbəyüz olan ərazi. O ərazi tamamilə babamın ərazisi olub, Seyid Həsənalı babamın. Seyid Həsənalı'nın var dövləti çox olub, heyvanı xüsusilə. Atları, at ilxisi olub, malqarası olub, qulluqçuları, çobanları və s. olub. Demək, Sovet hökuməti təzə gələn vaxtı bütün Seyid Həsənalı'nın mal dövləti kolxozlaşdırırlar. Çox bir-iki heyvan saxlayırlar, amma atlarının, at ilxisinin əksəriyyətini tuta bilsələr də bir neçəsini, təxminən 20'ye yaxın atı tuta bilmirlər. Atlar bunlara, insanlara əl vermiş, çünki tanımadıkları adamlardı. Rəhmətli Şaverdi kişi danışırdı ki, mən yeniyetmə uşaqdım, heyvan otarırdım. Qaşqay dala tərəfdə, o Böyüklükdən gəlib orada otarırdım. Deyir, eşitdik ki, çimendeydik biz, bizim kəndin Alqulunun arxa tərəfi. Orada kolxoz o biri kəndlərdən də işçiləri gətiriblər Seyid Həsənalı'nın atlarını yaxalamağa, tutmağa. 20'ye qədər atdı deyir, atlar da belə çox gümrah atlar, fınxırırlar, heç kimə əl vermirlər, tutulmurlar. Deyir, cemaat yığıldı, bunlar dövrələdilər atları o çimenlikdə, çimenin çalasında. Amma atlar deyir, dövrəni yardı, az qalırdı ki, adamları ayaqlayıb qaçdılar, getdilər. Deyir, biz də aralıdan baxırıq, kənd cəmaatı da baxır. Axırda deyir, o kim ki bu prosesə rəhbərlik edirdi, o partiyaçılardan kimizdə artıq bilmirəm, rayon mərkəzindən də yəqin gəlmişimizlər. Dedi ki, o yanında gətirdikləri bir neçə silahlı adama dedi ki, bunları güllələyin. Bu Seyid Həsənalı'nın atlarını tuta bilmədikləri atları, güllələyin bunları. Qolçomaqların atları sağ qalmamalıdır. Deyir, elə oradaca çimənin çalasında bizim gəlin arxa tərəfində. O 20'ye yaxın atı güllələdilər deyir. Heç kim də deyir, o yaxınlaşa bir söz deyə bilmədi. Bax, belə bir faciəvi hadisə, qeyri-insani əməli deyir, şahid oldum. Sovet hökuməti, Sovet rejimi insanlara qarşı belə çox qəddarcasına davranmışdı o vaxtlar. Xüsusilə dediyim kimi zənginlərə, var dövlətli adamlara qarşı çox qəddar davranmışdı. Onlardan biri də mənim babam Seyid Həsənalı idi.